Herkese salam. Bugün 9-cu sinif OTK sınav imtahanına düşən ingilis dili suallarının izahını bölüşəcəm. Əvvəl 6-cı suala baxaq. Düzgün sözü seçin. Belə olan halda məsləhət görürəm ki, birinci tam olan cümləni tərcümə edək, daha sonra yarımçıq cümləyə qayıdaq. Gəlin ikinci hissəyə baxaq. But I am sorry if my words upset you. Əgər sözlərim səni incidirsə, səni üzülsə, mən üzgünəm. Mən şərhlərimlə, fikirlərimlə, komment şərh fikir deməkdir. Səni nə etmək istəmədim? Compliment kiməsə tərif deməkdir. Sənə tərif demək istəmədim, olmaz. To help kömək etməkdir. Sənə kömək etmək istəmədim, olmaz. To support dəstək olmaqdır kiməsə. Sənə dəstək olmaq istəmədim, olmaz. To value dəyər vermək deməkdir. Bu da olmaz. Doğru cavab olacaq D. To offend kimisə pis hiss etdirmək, kimisə incitmək deməkdir. Yəni səni incitmək istəmədim. Amma sözlərim səni incitdirsə mən üzgünəm. Gəlin 57-yə baxaq. Close yəni sinonim, yaxın məna istəyir. Provide təchiz etməkdir. Doğru cavab C-dir. Supply. Digərləri niyə olmaz? Tərcüməyə görə olmaz. Accept qəbul etmək. Ignore saymamaq. Announce elan etmək. Concentrate nəyəsə fokuslanmaq deməkdir. Only-dən sonra ya a few ya a lot of ya a little istifadə etməliyik. A few ya da a little. Student sözü cəmdədir deyə a few yazacağıq. Çünki only yerdə qalan heç bir kəmiyyət bildirən sözlə işlənmir. A little da saymayan isimlə işlənir. Bizim cavabımız cəmdə olan isimlə işləndiyi üçün a few olacaq. 59-da düzgün modal feili seçməyimizi istəyir. Gəlin nəzər yetirək. Ən başda variantla çıxanda meydən sonra to gəlmir modal feil kimi. To'suz məsələ yazmalıyıq. Arable'ın to'su olmalıdır. Buna görə biz 2 variantı çıxdıq. Digər 3 variant doğrudur. Nəzərinizə çatdırdım ki, çox vaxt burada əgər 2 inkar da 2 təsdiq, 1 inkar qalırsa, yerdə qalan bir dənə təsdiqdirsə cavab o çıxır. Ya da 2 təsdiq, 1 inkarsa cavab yenə o çıxır. Elə burada da cavab C variantıdır. Amma bu taktika həmişə tutmur. Ona görə ən gözəli tərcümə eləməkdir. Sadəcə kömək olsun deyə sizdən bölüşürəm. Deyə çöldə soyuqdur. Yenə mən dediyim kimi, birinci biz tam hissəni tərcümə edirik. Sonra qayıdırıq yarımçıq olan hissəyə. You should wear a warm jacket. Yəni sən isti jaket geyinməlisən. Bəli, bu gərəkdir də. Yəni soyuq olduğu üçün geyinməlisən. Doğru cavab olacaq C variantı. Biz düzgün zaman formasını seçməliyik. When də burada bağlayıcıdır. Özündən sonra keçmiş sadə zaman olduğu üçün digər tərəfdə keçmiş sadə zaman və ya keçmiş davam edici zaman yaza bilərik. Variantlara baxdıqda isə keçmiş sadə zaman sadəcə E-də gördüyümüz üçün cavab odur. 61-ci suala baxırıq. İkinci tərəfdə message var. Sayıla bilən tək isimdir, qarşısı boş olmaz. Və samit səslə başladığı üçün E yazmalıyıq. Yəni cavab deməli ya D'dir ya E'dir. Information sözü sayılmasa da biz saymayan sözlə D artiklı işlədə bilirik. O vaxt ki müəyyən bir hadisə, daha doğrusu müəyyən bir sözdən danışırıq. Deyirik ki, mən veb-saytda ehtiyacım olan informasiyanı tapa bilmədim. Yəni məlumdur ki, mənim ehtiyacım olan informasiya, hansı informasiya? Məlumdur, tapa bilmədim. Müəyyən informasiyadır o. Buna görə də mən ora mesaj atdım. Doğru cavab olacaq E variantı. İndi baxırıq 62-ci sualda izah istəyir bizdən. Confuse kimisə çaşdırmaqdır. Yəni kimisə belə deyək də çaşbaş salmaq. Bir olacaq B. Terrify güclü qorxuya səbəb olmaqdır kiməsə. 2 olacaq C. 3 də kimisə məmnun etmək, xoşbəxt etmək. B, C, A variantındadır. Deməli, burada mübtədamız D idi. Mübtəda qardaş əvəzi ilə uzlaşır. Üçüncü şəxsin cəmində qardaş əvəzimiz themselves. Düzgün variantı deyil seçin. Saymayan isimdir, qabağında miqdar sayı gəlmir. Ofdan əvvəl sayılan isim təkdədir, düzdür. A pair of cəm isim düzdür. Several'dan sonra ofdan əvvəl cəm isim düzdür. Çünki biz oflu birləşmə varsa ofdan əvvəlki sözə baxmalıyıq. Article, kəmiyyət bildirən söz, miqdar sayı ofdan əvvəlki isimlə uzlaşır. A few cəmlə işlənir. Ofdan əvvəlki sözümüz cəmdə olmalıydı, səhvdir. Cavab olacaq E variantı. Burada uşaqlar çox vaxt deyir ki, görəsən nə istəyir bizdən? Uzlaşmanı istəyir, əziz şagirdlər, abituriyentlər. Yəni mübtəda xəbər uzlaşması. Ofdan əvvəl cəmdir, biri götürəcəm. Deməli, bir olmayanları çıxıram. Deməli, vəzə sayılmır, xəbərim təkdədir. 2-ni də götürəcəm, bir dəqiqə, 2-ni də götürəcəm. Several'dan sonra cəm isim gəlibdir, amma xəbərim təkdədir. Ofdan əvvəl cəmdirsə, xəbər də cəmdə olmalıdır. İsimlərin sonunda S və ya ES şəkilçisi varsa, bu o deməkdir ki, həmin isim 99% cəmdədir. Feilin sonunda S və ya ES şəkilçisi varsa, bu həmin feilin indiki sadə zamanda üçüncü şəxsin təkində işləndiyini göstərir. Bizim isə mübtəda xəbər uzlaşmamız şəxsə və zamana görə eyni olmalıdır. Yəni, mübtəda cəmdədirsə xəbər cəmdə, mübtəda təkdədirsə xəbər təkdə olmalıdır. Mənim mübtədam cəm xəbər təkdə olmaz. Baxıram ki, 2 isim var. Iron sözü sayılmaya bilər.
dəmir skamyalar. Amma bench sayılandı deyə many də ikinci isimlə uzlaşır. İki isim yanaşı gəlibsə, of yoxdursa, əsas isim ikincidir. Amma xəbərim təkdir də bu səfərdə. Xəbərim də cəm olmalı idi. 4-ü də mən çıxacam. Elə 1, 2, 5 qalacaq. 2 isim var. Əsas isim ikincidir. Sayıla bilən tək isimdə artiklım var. Xəbərim də təkdədir. Baxıram ki, mən burada deməli zərf yazmalıyam. Çünki drove maşın sürdü. Zərf feilə aiddir. Sifət əşyaya ismə aiddir. Mən burada sifət olan careful və dangerous-i çıxacam. Digər tərəfdən elə variantla tapırıq ki, heç tərcüməyə ehtiyac yoxdur burada. Maçdan sonra mən müqayisə dərəcəsi yazmalıyam. Zərfin müqayisəsi də çox hecalı zərflər üçün modla düzəlir. Yəni match mod dangerous olmalıydı. Tərcümə ilə də belə çıxır ki, o, yəni qız, qadın maşındakı hamını sağ-salamat saxlamaq üçün tufanın içərisindən diqqətlə sürdü. 67-ci suala baxırıq. Zən var müqayisədir. Baxın, modla beta olmaz, modla was olmaz. Çünki is bağlayıcı feildir, yəni link verbdir. Özündən sonra sifət istəyir. Sifətin də müqayisə dərəcəsində good və bəd sifətlərinin müqayisəsi kökündən dəyişir. Beta daha yaxşı, was daha pis. Onlar modla işlənmir. Was üstünlükdə olmaz. Was ilə beta arasında qalanda artıq tərcümə lazımdır. Belə pis havada çöldə olmaqdansa evdə olmaq daha yaxşıdır əlbəttə ki, beta. Əks mənanı istəyir. Discover kəşf etməkdir, lost itirməkdir, hid gizlətməkdir. Found nəyisə əsasını qoymaqdır, ya da tapdı, üzüdür sayın, çünki birbaşa keçmiş zamanda veribdir. Looked for axtardı, disclosed aşkar etdi. Bunlar antonim deyil. Antonimi itirdi, gizlətdi. 69-a baxırıq. Məktub formasında olan short textdir. Məktubu yazan Jane-dir, məktub yazılan Annadır. Məktub yazılan şəxs variantlardan mübtədə ola bilməz. Çünki o, bu situasiyada heç bir hərəkətin aktiv icraçısı deyil. Anna olan variantı mən çıxacam. Elə burada yazıb da özü. Jane ümid edir ki, ingilisini inkişaf etdirib dram klubuna qoşulsun. Cavab deyildi. Niyə? Deyir, yeni çətinliklərdən qaçmaq istəyir. Burada isə deyir ki, I am excited for the challenge ahead. Qabaqdakı, öndəki challenge kimisə çətinə salan bir işdir, yəni. Qabaqdakı o çətinliklər, türklər demiş, zorluqlar üçün mən həyəcanlıyam. Buna görə də, yəni ondan qaçıb qurtulmaq istəmir. Avoid nədənsə qaçınmaqdır. Bir də deyir, keçən ay Jane məktəbə başladı, lakin Jane məktəbə keçən ay yox, keçən həftə başladı. Doğru cavab olacaq D variantı. İndi isə baxırıq ki, bizə bir təklif burada irəli sürür. Biz deməli variantda da oxumalıyıq. Əlbəttə ki, A variantıdır. Günəş dil məktəbi ixtisaslı müəllimlər tərəfindən kiçik dərslər təklif edir bizə. B-də deyir ki, dərsdə iştirak etmək üçün yaxşı ingilis dil səviyyənin olmasına ehtiyac var. Xeyr, sənə burada təklif edir ki, sən özün gəlib ingilisini öyrənəsən. Gəlin tərcümə edeyim. Deyir, Günəş dil məktəbinə bu yay qoşul. Biz bütün yaşlar üçün əyləncəli ingilis dil dərsləri təklif edirik. Təcrübəli müəllimlər, kiçik siniflər və mehriban atmosfer danışığını, oxumağı, yazı bacarıqlarını inkişaf etdir. Elə bu gün qoşul və dostlarınla öyrənməkdən zövq al. Yəni səni cəlb edir. Burada mənfi, daha doğrusu negativ inkar heç bir cümlə yoxdur. Notu çıxırıq, onlini çıxırıq. Çünki deyir ki, məktəb sadəcə yeniyetmələr üçün ingilis dil dərsləri təklif edir. Xeyr, məktəb hər yaşda olanlar üçün ingilis dil dərsləri təklif edir. E-də isə ciddi atmosferdir, lakin friendly, mehriban, yəni səmimi atmosferdir. Buna görə də doğru cavab A-dır. 71-də isə biz baxırıq ki, məktəb kitabxanası deyir təmizliyə görə növbəti bazar ertəsi bağlı olacaq. Zəhmət olmasa 5-ci gündən əvvəl gəlsin kitabları qaytarın. Və biz də bu əlçat belə deyək də bu problem üçün üzr istəyirik və anlaşdığınız üçün təşəkkür edirik. Deyir ki, bu problemə görə heç bir üzr istəmir. Axı üzr istəyir, yəni üzgündür də, üzrxahlıq elədi. Deyir ki, deməli, hafta sonradır. Bazar ertəsindən sonra kitablar qaytarılmalıdır. Baxın, bazar ertəsi bağlıdır. Deyir 5-ci günə kimi gətir, qaytar. Yəni bazar ertəsindən əvvəl qaytarılmaq lazımdır. Before. Hafta səhvdir. C-də deyir ki, təmizlik zamanı açıq olacaq kitabxana. Əlbəttə ki, bağlı olacaq. Onsuz da birinci cümlədə onu yazıbdır. D-də deyir ki, gətir 5-ci gündən əvvəl kitablarını yenilə və ya onları daha uzun saxla. Saxla demir. Deyir yəni hansı şərtlə orada olsun, gətir 5-ci günə kimi qaytar. D də səhvdir, doğru cavab E-dir. Bazar ertəsi due to görə səbəbi ilə, təmizlik səbəbi ilə kitabxana bağlı olacaq. İndi isə baxırıq biz əsas böyük mətnimizə. Scott Flansburgh is an American, deməli,
man who is famous for his math skills. People call him the human calculator because he can do math very fast in his head. He doesn't use any calculator or paper. He can add, subtract, multiply, and divide numbers quickly and correctly. Deyir Scott Flansburg Amerikan riyaziyyat bacarıqlarına məşğul olan insandır. İnsanlar onu insan kalkulyatoru adlandırır. Beynində çox sürətlə riyaziyyatı həll edə bilir. Kalkulyatora və ya kağıza istifadə etmir, ehtiyac duymur. O toplayır, vurur, çıxır, bölür və s. Düzgün və cəld bir şəkildə yəni bunu edir. Və o cavan olanda, yəni uşaq olanda deyir ki, o gördü ki, o problemləri müəllimlərindən daha sürətlə həll edə bilirdi. İndi o dünyada səyahət edir və riyaziyyatdan necə zövq almaq olar şagirdlərə öyrədir. O göstərir ki, deyir əyləncə, o rəqəmlər haqqında düşünməyin əyləncəli yollarını göstərir. O inanır ki, hər kəs riyaziyyatda düzgün metodla yaxşı ola bilər. 2001-ci ildə Guinness dünya rekordları ona ən sürətli insan kalkulyator adını, yəni titulunu verdi. O istənilən ümumiyyətlə kalkulyatordan daha sürətli idi və kitablarının birində riyaziyyat sehrində, bəli, o deməli insanlara beynində riyaziyyat etmək üçün kiçik hilələr öyrədir. Həmçinin Scott deyir, Dünya Riyaziyyat Günü adlandırılan xüsusi gün yaratdı. Scott Flansburg deməli, öyrənmə necə əyləncəli ola bilərin əla nümunəsidir. O göstərir ki, riyaziyyat sadəcə rəqəmlər deyil, düşünmək, problem həll etmək və əylənmək üsuludur. Deməli, mətn kim haqqındaydı? Mətn deməli deyək ki, mətn kim haqqındaydı? Baxın, deyir ki, Scott Flansburg və onun riyaziyyat müəllimlərindən danışmadı. Deməli, professional riyaziyyat müəllimi üçün dünya səyahəti, professional riyaziyyat müəllimi kimi hara gedib biz onu bilmədik. Sonra invention of new way to calculate using technology. Deyir, uşaqlığı və riyaziyyat öyrənmə problemi. Heç bunun problemi yox idi ki, uşaqlıqda hesablaya bilirdi onsuz da. How he uses them to teach others. Əlbəttə ki, adadır. Riyaziyyat bacarıqları və insanlara öyrətmək üçün necə istifadə edir bacarıqları o haqdaydı. Deyir ki, Scott'un texnologiyada istifadə etmək üçün, daha doğrusu texnologiyadan istifadə etməklə hesablamağın yeni yoluna aid olan ixtirası. Onun ixtirası yox idi axı, elə üsullarından danışırdı, necə öyrətmək olar. 72-də adı. Düzgün cavabı verməyimizi istəyir bizə. Deyir ki, Scott Flansburg riyaziyyat öyrənmək barəsində nəyə inanır? Deyir, o deyir ki, riyaziyyat sadəcə rəqəmlər haqqındadır və daha başqa heç nə deyil. Əksinə deyir ki, riyaziyyat düşünmək, problem həll etmək və əylənməkdir. O inanır ki, çox az insan riyaziyyatda yaxşıdır. Xeyr, deyir, hamı yaxşı ola bilər. O düşünür ki, insanlar real riyaziyyat öyrənmək yerinə çətin hilələrdən istifadə etməlidir. Axı difficult deyildi, o da simple idi, sadə üsullardan istifadə etməlidir. O deyir ki, hər kəs düzgün metodika ilə riyaziyyatda uğur qazana bilər. Bəli, doğru cavab deyildi. %74'də deyir ki, kitablarının birində Scott Flansburg nə edir? Deməli, baxın, only varsa ümumiyyətlə 90% bu səhvdir. Deyir, sadəcə memorize əzbərləməkdir. Düsturları əzbərləməklə insanlara riyaziyyatı həll etmək öyrədir. Bu yanlışdır. Deyir, şagirdlərə dəstək olur ki, deməli, daha sürətli nəticələr üçün rely on etibar etməkdir. Kalkulyatora etibar eləsinlər. Halbuki adam beynində hesablamağı öyrədir. Deyir, o riyaziyyat necə əyləncəli ola bilər bunu yazır, amma həmçinin bu indi çətindir. Demir axı çətindir. Ümumiyyətlə, insan hər şeyin riyaziyyatda müsbət tərəfini vurğulayırdı ki, asandır. Deyir, o izah edir ki, kitabında niyə kalkulyatorlar beynində hesablamaqdan daha yaxşıdır? Xeyr, o insanlara beynində riyaziyyatı hesablamağın asan hilələrini öyrədir. Mətnə görə bizdən səhvi istəyir deməli. Scott is able to solve only a few kinds of calculations quickly and accurately. Əlbəttə ki, A-dır. Deyir, Scott sadəcə bir neçə növ hesablamada, bir neçə növ hesablamanı dəqiq və düzgün, dəqiq və cəld edə bilir daha doğrusu. Bəli, Scott dünyada deyir, riyaziyyatla insanları ruhlandıraraq səyahət edir. Hətta kalkulyatorun əvəzinə sürətlə həll edir, düzdür. Scott deyir, məktəbdə müəllimlərindən daha sürətli idi və o xüsusi Dünya Riyaziyyat Günü adlanan gün yaratdı. İndi mətnə görə düzü istəyir. Deməli,
Deyir Flansburqa, yəni Skota bu titul ona görə verildi ki, ən sürətli insan kalkulyatoru. O müəllimlərini ruhlandırdı. Xeyr, o özü hesablaya bilirdi. Onda deməli bir səhvdir. 2-də deyir ki, Flansburq deməli öyrənmək sıxıcı olmamalıdır. Buna güclü nümunədir, bəli, çünki əyləncəli yolla öyrənir. Flansburq deməli universitetdə istifadə olunmuş qarışıq, mürəkkəb riyaziyyat teoremlərini izah edir. Deməli universitetdə olandan danışmırdı bu da. Özü də bu asan yolla izah edirdi. Flansburq deyir ki, 4 əsas əməliyyatda, yəni vurma, toplama, bölmə, çıxma. Elə birinci cümlədə idi. Sürət və dəqiqliyə görə bacarıqlıdır. Bəli. Baxın, elə burada yazmışdı da o. O nədə asandır, daha doğrusu bacarıqlıdır. Heç bir kalkulyator istifadə eləmir ki. Add əlavə edir, yəni toplayır, multiply vurur, subtract çıxır, divide bölür. Yəni 4 dənə işləmi, əməliyyatı yerinə yetirir. Nəsə. Burada olacaq 2, 4 deməli. İndi isə qaldı bizim essimiz. Deməli, essini qeyd eləmişəm. Gəlin baxaq. Baxın, Tom bir gün həyətdə idi. Tom was in his yard. It was a cold winter day. Soyuq qış günü idi. He saw 2 hens. 2 toyuq gördü. Tom wanted to look after them. Onların qarşısına qalmaq istədi. He fed the hens. Yedizdirdi deməli toyuqları. Fed silindi. Tom gave them food, yəni onlara yemək verdi və bir neçə gün sonra the hens laid eggs, yumurta qoydu. Laid yumurta qoymaqdır. Tom da bunu gördü və çox xoşbəxt idi. O yumurtaları xoşbəxtcə topladı. Deməli, essimiz də bu qədər. Daha çox izahlar üçün məni izləməyə davam edin. Sağ olun.